necəsiz? Bugün bizdə pizza bon. Bismillah. Məndə zərdabdır. Süd əlavə edə bilərsiniz. Bu maya, duz, şəkər tozu, zeytun yağı, un. 5 dəqiqə yoğurandan sonra qalan unu qatırıq. Xəmir yoğuruldu və 1 saat dincəldirik. Xəmirimiz qalxdı və sos hazırlayırıq. Tomatın üzərinə 1 xörək qaşığı zeytun yağı və 2 xörək qaşığı su. Ədvalar zövqə görə duz, qarabibər, paprika acılı və zövqə görə ya oregano ya da ki ağ reyhan. İçli ümumiyyətlə məməzlərin zövqə görədir. Mozzarella pendiri elədim, amma mozzarella olan pendirlə də mix edə bilərsiniz. Üzərinə də halal veçinə vururam. Bıçağı yağlayın, rahat kəsilsin. 4 yerə və rahat hissələri bölürsünüz 3 yerə. Yarım saat dincəldirik. Yarım saat keçdi. Mozzarella pendiri cheddar pendirlə qarışdırdım. Sürkəçdən keçirdim və üzərinə vururam. Sobanı öncədən qızdırırıq və göndəririk sobaya. Məməzləri 200 dərəcə yuxarı aşağı konveksiyalı. Pizza bon hazır.